Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda 600 və 600 baldan yuxarı bal toplayan şəxslərin intellektual bölmələrdə xidmət edəcək xəbər verilir ki, ali təhsilli çağırışçılar üçün hərbi xidmət qaydaları yeniləndi. Artıq yüksək akademik nəticə göstərən gənclər xidmətlərini fərqli statusda yerinə yetirə biləcəklər. Bəs bu necə həyata keçiriləcək? Nazirlikdən bildirilib ki, bu məqsədlə Milli Müdafiə Universitetinin tabeliyində intellektual qabiliyyətli bölmələr yaradılıb. Müdafiə Nazirliyinin strukturunda informasiya texnologiyaları və kiber təhlükəsizlik, radioelektron mübarizə və kəşfiyyat, tibb, maliyyə, hüquq, təhsil və digər sahələrdə müasir texnologiyalardan istifadəni və yeni yanaşmaların tətbiqini təmin etmək üçün yüksək intellektual insan kapitalının formalaşdırılması məqsədilə müvafiq addımlar atılıb. Bu məqsədlə təhsildə yüksək göstəricilərə malik ali təhsilli müddətli, həqiqi hərbi xidmət hərbi qulluqçularının potensialından səmərəli istifadə olunması üçün Milli Müdafiə Universitetinin tabeliyində intellektual qabiliyyətli bölmələr yaradılıb. Xeyirli olsun.